Salam hörmətli YouTube izləyiciləri, yenidən hər kəsi Texnoada YouTube kanalında xoş gördük. Bugün kompüterin ən vacib komponentlərindən biri olan qida bloku, yəni Power Supply Unit haqqında danışacağım. Qida bloku nədir, necə işləyir və kompüter üçün nə qədər vacibdir, bu haqda məlumat verəcəm. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və daha çox izləyicinin məlumatlanması üçün videoları bəyənməyi unutmayın. Power Supply Unit yəni qida bloku kompüter sistemlərində ən vacib komponentlərdən biridir. Bir çox istifadəçi kompüter yığarkən əsas diqqətini prosesora, ekran kartına, video karta və ya RAM-a yönəldir. Halbuki bütün bu komponentlərin işləməsini təmin edən əsas hissə məhz qida blokudur. Bəs qida bloku, yəni Power Supply Unit nədir? Sadə dildə desək, qida bloku elektrik şəbəkəsindən gələn yüksək gərginlikli enerjini kompüter komponentlərinin istifadə edə biləcəyi təhlükəsiz və sabit enerjiyə çevirən qurğudur. Yəni, qida bloku kompüterimizdə olan RAM, hard disk, prosesor, video kart və s. kimi avadanlıqların düzgün enerji ilə təmin etmək üçün çox vacibdir. Evimizdə istifadə etdiyimiz elektrik cəryanı təxminən 220-240 volt alternativ cəryandır. Yəni buna alternativ current, yəni AC deyilir. Lakin kompüterin daxilində olan bütün komponentlər daimi cəryanla, yəni direct current ilə işləyirlər. Qida blokunun əsas vəzifəsi təkcə elektrik enerjisini çevirmək deyil. O eyni zamanda bu enerjini ana plata, prosesor, ekran kartı, yaddaş qurğuları, fanlar və digər komponentlər arasında düzgün şəkildə paylayır. Bundan əlavə gərginliyi sabit saxlayır, artıq cəryanın qarşısını alır və elektrikdə baş verə biləcək problemlərdən kompüteri qoruyur. Alternativ cəryan və daimi cəryan anlayışları haqqında qısaca danışsaq, alternativ cəryan istiqamətini saniyədə dəfələrlə dəyişən elektrik cəryanıdır və evlərimizə gələn enerji məhz bu formada olur. Daimi cəryan isə yalnız bir istiqamətdə axır, kompüter komponentləri məhz bu cəryan növü ilə işlədiyi üçün qida bloku alternativ cəryanı daimi cəryana çevirir. Qida blokunda əsasən 3 fərqli çıxış gərginliyi mövcuddur. Bunların ən əsası 12 volt xəttidir. Müasir kompüterlərdə ən çox enerji tələb edən prosesor və ekran kartı məhz 12 volt xəttindən qidalanır. Bundan başqa fanlar və digər komponentlər də bu xəttdən istifadə edir. İkinci çıxış isə 5 volt xəttidir. Bu xətt əsasən SSD, HDD və USB portlarını enerji ilə təmin edir. Üçüncü xətt 3.3 volt xəttidir. RAM, ana kartın bəzi hissələri, M2 qurğuları və müxtəlif idarəetmə çipləri bu gərginlikdə işləyirlər. Qida blokunun gücü watt ilə ölçülür. Qida blokları kabel növlərinə görə də fərqlənir. Ən böyük kabel 24 pin ATX kabelidir və ana platanı enerji ilə təmin edir. Prosesor üçün istifadə olunan 4+4 pin və ya 8 pin kabeli isə CPU-nu qidalandırır. Ekran kartları üçün istifadə olunan 6+2 pin kabelləri yüksək enerji tələb edən ekran kartı üçün nəzərdə tutulub. SATA power kabelləri SSD və HDD kimi yaddaş qurğularını enerji ilə təmin edir. Əgər orta səviyyəli kompüter yığmaq niyyətiniz varsa, adətən 650 və ya 750 watt gücündə, daha güclü ekran kartından istifadə edirsinizsə, 850 və ya daha yüksək watta malik qida bloklarına üstünlük verməlisiniz. Qida bloku kompüterin görünməyən qəhrəmanıdır, yəni o sistemin sabit, təhlükəsiz və uzun ömürlü işləməsində əsas rol oynayır. Buna görə də qida bloku seçən zaman keyfiyyətli qida bloku seçməlisiniz. Beləliklə bu videoda qida bloku, yəni Power Supply Unit haqqında məlumatları öyrəndik. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Əgər bəyəndinizsə, videonu like etməyi, kanala abunə olmağı və yeni videolardan xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.